Məsələ 7 hesablayın. 5 superfaktorial bölək 4 subfaktorial. 5 superfaktorial 1-dən 5-ə qədər natural ədədlərin faktorialları hasilidir. Bunu açsaq 8, 9, 48 hesablasaq ondan ibarət hasil alınır. Subfaktorial nədir? Subfaktorial n elementli çoxluğun elə permütasiyaları sayını göstərir ki, heç bir element öz əvvəlki yerində qalmasın və aşağıdakı düsturla hesablanır. Yəni n subfaktorial adlanır. Bu bərabərdir n faktorial, bildiyimiz faktorialla bu cürə əlaqəli düsturdur. K sıfırdan n-ə qədər mənfi 1-in üstü k bölək k faktorial. Onda 4 subfaktorial bərabər olacaq 4 faktorial. 1 çıxaq 1 bölək 1 faktorial. 1 bölək 2 faktorial çıxaq 1 bölək 3 faktorial çıxaq 1 bölək 4 faktorial. Bu bərabər olacaq 4 faktorial. Bu 1 çıxaq 1 0. 1 bölək 2 faktorial 2-də 1. Bu da çıxaq 6-da 1. Çıxaq 1 bölək üstə gəl 1 bölək 4 faktorial. İçəri vuranda bu olacaq 4 faktorial vurulsun. Bu verəcək 6'da 2, 3'də 1. 4 faktorial da 1 bölü 4 faktorial vuranda elədi 1. Bərabərdir. 4 faktorial vurulsun 3'də 1. Burada qalacaq 2, 3, 4. 3'də 1, üstə gəl 1. 3 ilə 3 ixtisar oldu. 8 üstə gəl 1 bərabərdir 9'a. Və gətirib yerinə yazırıq. 5 superfaktorial bölünsün 4 subfaktorial bərabərdir. 8, 9, 48 vuraq 10 bölünsün 9. 9'lar ixtisar oldu. 8, 48, 10. Bu da bərabərdir. 8 dəfə 8, 64. 364. 64, 32, 6, 38, 3840. Beləliklə verilən ifadənin qiyməti 3840'a bərabər.